Biz boylular ya insanlar gərək yeyək ta diri qalaq. Və bu yeməklər bər əsas mühit coğrafiyayı hər eldən elə və ya hər qovumdan qovuma fərqlidir. Bir dənə qovumun mühit coğrafiyasında görürsüz qoyun çoxdur, bəs əksər yeməklər qoyun üstündə. Bir dənə mühit coğrafiyada at çoxdur, at yeyirlər. Bəziləri doğuz yeyirlər. Bəziləri bər əsas o ki, yaşayırlar su heyvanlar, su dirciləri ya balıq yeyirlər. Məsələn, Japonda bilirik ki, qalib yemək balıqlardır, su dirciləridir. Ya burada inəkdir, qoyundur. Çində və bəzi Avropayi ölkələrdə doğuzdur. İndi bu ki deyirik Quran və ya bəzi ayrı ədyanda bəzi yeməklər haram olubdur. Bu anlama deyil ki, bütün insanlara haramdır. Məsələn, Quran deyir doğuz haramdır. Xoş. Əgər Çində ya bəzi Avropayi məmləkətlərdə, ölkələrdə doğuz yeməsələr, onlar ac qalarlar. Məcburdurlar doğuz yeyərlər. Və در واقع ədyan ilahi öz mühit coğrafiya və ya öz məntəqə nüfuzlarına görə danışırlar. Pəs deməyək ki, bu yemək pisdir, onlar niyə yeyirlər? Su dircisi pisdir, niyə məsələn Japonlar yeyirlər? Hər qovum bər əsası öz mühit coğrafiyası öz yemağını seçir.